Necə uşaqlığımıza qayıdardıq? Balaca, buruq saç, şokolad yeyən tutub, başımı şokoladla aldadıb dişləyirdilər məni. Hələ Farizi demirsən, bax balaca, sapsarı, yaşıl gözlü, ap-ağıllı, samsaf. Çox qəşəng bir uşaq. Yox, mən heç uşaqlığıma qayıtmaq istəmərəm. Çünki mən uşaqlıqda dağa daşa dırmaşırdım, özümü yuxarıdan atırdım ki, aşağıya qan içində qalım. Yəqin ki, indi bizə baxan bütün mağlar da oturublar, göz yaşlarını falan silirlər ki, uşaqlıqlarına qayıdırlar. Amma biz onları bu qədər kövrətmək istəmirik. Bəli, başlasaq daha yaxşı olacaq. Körpələr, uşaqlar, böyüklər və yaşlılar, bizə baxın! Düzdür, biraz kövrək notlarla başladıq efirimizə, amma sizə söz veririk ki, veriliş boyu sizə maksimum enerji bəxş edəcəyik. Bugün sadəcə istədik ki, biraz keçmişimizə qayıdaq, uşaqlığımızı xatırlayaq. Elə yeri gəlmişkən mən demək istəyirəm ki, mən uşaq vaxtı çox şokolad yeyirdim. Özü o vaxtı şokoladdan təzə çıxan vaxtı idi. Stolun altından, üstündən, şkafın üstündə olan bütün şokoladları yeyirdim. Daha doğrusu yeyə bilmirdim, çünki kağızdaydı, aşa bilmirdim. 1 yaşım var idi və ağzıma burnumu bütün şokolad eləyirdim. İndi ağıllı uşağam, indi şokolad xoşlayıram, amma tərk etməyəcəm. Nəysə uşaq olsun. Mən də demək istəyirəm ki, maqa baxanlar üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hər yaşda olan bizim verilişə baxa bilər. Hələ bugün mütləq baxmalıdır. Körpəsindən tutmuş yaşlısına kimi hər kəs əyləşsin ekran qarşısında və mütləq maqa baxsın. Yaşlılar öz uşaqlıqlarını xatırlasın, körpələr də sadəcə izləsinlər və həzz alsınlar belə deyək. Mən də öz uşaqlığımı xatırladım, bunu bölüşmək istəyirəm sizlə. Belə ki, uşaq vaxtı hər dəfə yay tətilində biz gedirdik kəndə nənəmgin evinə və yay tətilini nətər keçirirdim də. İndi baxın, cəmaat tətil edir Bodrumda, mən isə yay tətilində. Kənddə. Aha, deməli, buzovları otlayırdıq, quzuları otlayırdıq, qış tədarükü üçün gedirdik, ot daşıyırdıq, sonra kartoşka qazırdıq, kələm sulayırdıq. Amma bu yaxınlarda biz Şəkiyə getmişdik, orada mən inəklərlə foto çəkdirmişdim. Hətta operatorumuza demişdim ki, doğurçu inəkdir. Yəni ki, mən o dərəcədə məlumatsızdım, amma mən çox istərdim bölgə sağlamaq, amma mən çox qorxuram doğrudan. Təsəvvür edin, xəyali heyvana barmağımın ucu dəysə belə mən özümə gələ bilmərəm. Cücədən qorxur, bizim cücəmiz cücədən qorxur. Yaxşı, nəysə min cür oyundan çıxırdım. Hələ, baxın, burada yara var, çapıq var, sonra qaşımın üstündə çapıq var. Hələ mənim yaralardan, yəni ki, o qədər zövq alırdım ki, təsəvvür eləməzsiniz. Amma mən demək istəyirəm ki, niyə bugünkü maqa məhz bütün yaş ətdə baxmalıdır, elə həmişəki kimi. Deməli, uşaqlar baxsınlar ki, uşaqlıqlarının qədrini bilsinlər. Çünki bir də o vaxt geri qayıtmayacaq. Böyüklər baxsınlar ki, yaşlanmağa can atmasınlar və özlərini həmişə böyük göstərməkdən biraz çəkilsinlər, həmişə gənc ruhunda qalsınlar və gənc kimi özlərini göstərsinlər. Yaşlılar baxsınlar ki, uşaqlıqlarına biraz nostalgiya hissləri yaşasınlar, ora gedib biraz qayıtsınlar, nəsə belə hisslərdə olsunlar. Körpələr də baxsınlar ki, bunlar nə danışırlar? Xəyali güya öz aləmdə maraqlı bir gözəl əhvalat danışıb. Yaxşı, bizim bugünkü qonaqlarımız da əsl uşaq ruhlu insanlardır. Əgər deyirlərsə də, yəni təəssüflənməyə dəyməz, biz onları uşaqlıqlarına qaytarıb, onların uşaq ruhlarını bizə çıxararıq. Məncə elə qonağımız əsl gənc ruhludur, uşaq ruhludur, ona görə də qarşılayaq. Aktyor, Mədəniyyət və İncəsənət Universitetinin Aktyor Sənəti Fakültəsinin dekanı, dosent və ən əsas əməkdar artist Ötkəm İskəndərov. Buyurun. Buyurun. Xoş gəlmişsiniz Ötkəm müəllim. Sizin kimi gənc ruhlu bir insanı studiyamızda görmək bizə çox gözəl bir stimul verir. Birinci sualı elə mən belə tipdə vermək istəyirəm ki, cin hələ də mikrorayondadır yoxsa? Yox, cin 85-ci ildə idi. Filmdə problemlər vardı, su, qutu evlər və s. Rəlağı bilmirəm, yadınızdadır yox. Amma indi artıq şəhərimizin tay bərabəri yoxdur. Doğrudan. Ötkəm müəllim, bizim bugünkü mövzumuz uşaqlığımızdır. Biz bilirik ki, sizin uşağınız Bakıda Neftçalada keçib, gənciniz isə universitet təhsili ilə bağlı olaraq Moskvada keçib. Daha sonra isə gəlmişsiniz Bakıya yenidən Azərbaycan Film Kino Studiyasında işləməyə başlamışsınız. O illəri necə xatırlayırsınız ümumiyyətlə? Bizimlə bölüşərdiniz. O illər, əvvəla uşaqlığımdan başlayayım ki, mən belə 2-3 yaşımda olanda, 4-5 yaşımda olanda toppuş uşaqdım, çox yiyən idim. Və həmin bu yeməyə həvəs məndə hardandır və əgər yadınızdadır, Məşribat filmində Lütfəli Abdullayev toyuğu parçalar yeyir. Bax, o kadra böyük həvəslə baxırdım. Belə düşünürəm ki, yəqin o
yeməyə olan həvəs məni gətirib bu sənətə. Maraqlıdır. Bəs Ötkəm müəllim uşaqlıqda necə uşaq olub? Dəcəl, yaramaz, ağıllı, özünə qapalı. Yox, ağıllı uşaq olub. Doğrudan. Deyilənə görə ağıllı uşaq olub Ötkəm və deyilən hər birisi. Dilim biraz qüsurlu idi, çolaq deyirdim. Yəni uşaqların hamısında olan bir şeydir. Amma indi çox gözəl nitqinizi müşahidə edirik biz. Təşəkkür edirəm. Bayaq qeyd elədiyiniz kimi orta məktəbdən sonra mən gəldim İncəsənət İnstitutuna, sənətləri verib kəsildim birinci imtahandan. Amma ruhdan düşmədim. Kinostudiyada axşam aktyor kursları vardı. Ədil İskəndərov o kursa rəhbərlik edirdi, SSR Xalq Artisti. Axşam orada oxudum, gündüz də elektrik qaynaqçısı oxudum. Bir ildən sonra isə yenə qəbul oldum İncəsənət İnstitutuna. İkinci kursda oxuyanda mən artıq başladım ilk filmimə çəkildim, Tütək Səsi filminə. 75-ci ildə ikinci kursda oxuyan zaman filmə çəkildim, artıq ikinci filmə də çəkildim, Firəngiz filminə və o zaman eşitdim ki, Moskvada elan var, milli aktyor kursu yaranır və risk edib sənədlərimi verdim ora, qabiliyyət imtahanından 5 aldım və getdim 4 il Moskvada təhsil aldım. Moskvada oxuyanda da filmə çəkildim. Yəni mənim o təəssüratlarım belədir ki, gəncliyim çox qaynar. Moskvada olanda necə filmə çəkildiniz ki? Yəni siz təklif aldınız yoxsa Məni orada gəldilər, deməli bir film çəkilirdi Balamut, orada bir Azərbaycanlı oğlan vardı, Maksud. Həmin o filmə, həmin o rolə deməli müxtəlif respublikalardan nümayəndələr dəvət eləmişdilər və bir sözü qeyd edeyim ki, sadəcə olaraq mən təvazökarlıqdan uzaq da olsa ilk Azərbaycanlıyam ki, Rus Sovet ekranında Azərbaycanın rolunu ifa eləmişəm. Çünki mənə qədər Azərbaycanın rollarını müxtəlif millətlərin nümayəndələri, Gürcü, Rus və s. o birisilərdən. İndi də bu sınaq çəkilişlərində də başqa millətlər var idi. Və baxdım gətirdi, mən çəkildim. Çünki mənim oyunum daha çox qane elədi rejissoru. Yaxşı ki, çəkilmişsiniz. Siz hər insanı bir cür bitkiyə oxşadırsınız. Bəs özünüzü hansı bitki növünə aid edirsiniz və bizi hal-hazırda çox maraqlar ki, hansı bitkiyə bənzədirsiniz? Mən vaxtilə kinoşünaslıq, sənətşünaslıq fakültəsində dərs deyəndə onlara bu sualları verirdim və çox gözəl bənzətmələr yadımda qalıb. Qızlardan biri məni kaktusa bənzətir, o birisi isə soğana. Niyə? Mən özüm hal-hazırda soğana Kaktus tikanlıdır, soğanda acıdır. Yəni sizin hansı xüsusiyyətiniz tikanlı? Bəlkə xüsusiyyətinizi görürəm. Qızların çox qəlbini qırmısınız və s. cavab. Yox. Mən biraz tələbkaram. Yəni verdiyim tapşırığı yerinə yetirməni mütləq tələb edirəm. Və biraz da içəridə mənliyi oyatmaq üçün, biraz mübarizəyə atılmaq üçün, qıcıqlandırmaq üçün bir sərt, acı söz deyirəm. Həmin o sözün təəssüratından qız mənə demiş ki, siz kaktusa oxşayır. Bəs bizi hansı bitkiyə bənzətdik? Çox maraqlıdır üçümüzü. O biraz fikirləşmək lazımdır. Sizi mən Nərgizə bənzətirəm. Çox gözəl iyi var onu, mən çox xoşduram həmin gülü. Həm də deyilənə görə o gül baş ağrıdır. O gül. Yəni Fariz nə demək istəyirsən? Baş ağrıtmağım Mən dedim, söz bilmirəm, atdım. amma gözəl güldür. Farizi bəs tutma. Tut. Yerə biraz fikirləşim. Tut ağacına oxşursan. Tut ağacı yox. Qızıl gülə bənzədərdim. Ay, çox sağ olun. Qızıl gül sevdiyim güllərdən biridir. Fariz. Farizdə isə mak adlanan bir gül var, mak. İndi hamı Google-a girəcək və mak yazıb o gülü axtaracaq. Mak yazın. Makın aparıcısı Mak Fariz. Mak Azərbaycanca yadımdan çıxıb onun adı nədir? Mütləq araşdıracağım, baxacağım görüm. Oxşuram, yoxsa yox. Bir sujetimiz var, sizin bu gözəl bizi bənzətmələrinizdən sonra təşəkkür edirəm. Amma indi növbədə sujet var, buna təqdim edəcək. O, doğrudan tariximizdə elə insanlar var ki, onlar tarixə qızıl hərflərlə yazılıblar. Sizin də Ögey Ana filmində yəqin ki, heç unutmadığınız bir obraz var, İsmail. Hal-hazırda bizim Magna ilə İsmail, yəni Ceyhun Mirzəyev haqqında sujet hazırlayıb. Yəqin Ötkəm müəllim də onun haqqında fikirləri olacaq, amma sujeta baxaq, sonra fikirlərinizi alacaq. Baxaq, maraqlıdır. Ata! Məni də apar! Yəqin ki, Ögey Ana filmindəki İsmail obrazını hər kəs yaxşı tanıyır. O, kiçikdən böyüyə hamının sevdiyi qəhrəmanlardan biridir. Bəli, bu dəfə biz İsmail obrazını canlandıran Ceyhun Mirzəyevdən, xüsusən də onun uşaq yaşlarında oynadığı rollardan danışacağıq.
Aktyor cəmi 48 il yaşasa da yaratdığı obrazlarla yaddaşlarda qalmağı bacarıb. O nə az nə çox, düz 35 il səhnədə olub. Hələ uşaqkən cəmi 11 yaşında Görüş filmində Şıxalinin oğlu rolunda çıxış edib. Bir məhəllədən 2 nəfər kinosunda qəzet satan rolunu. 2 il sonra, yəni 12 yaşında Ögey Ana filmindəki İsmail ilə anasız qalmış, qayğıya ehtiyacı olan uşaq obrazını tamaşaçılara təqdim edib. Kənddən şəhərə gələn bir qızın həyatından bəhs edən Cazibə qüvvəsi filmində aktyor Səməndər rolunu canlandırıb. Əsrimizin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarından bəhs edən yazıcı İsmail Şıxlının eyni adlı romanı əsasında çəkilən Dəli Kür filmi həmin dövrdə Azərbaycanda baş verən hadisələrdən bəhs edir. Ceyhun Mirzəyev də bu filmdə Osman rolunu ifa edib. Heç fikirləşirsən, nə edirsən? Ayıb deyil. Mən özümü öldürürəm, amma sözümdən dönmərəm. O boyda kişi bizdən ötürü çalışır, amma biz xeyrimizi başa düşmürük. Ceyhun Mirzəyev vətənimizi daim müdafiə edən, keşiyində duran əskər obrazını isə Bakıda Küləklər əsir filmində yaradıb. Aktyor yaşadığı müddətcə daim sənəti ilə məşğul olub. O həm də rejissor idi. Əslində Ceyhun Mirzəyevin rol aldığı filmlər haqqında çox danışmaq olar. Mən isə sizə sadəcə bir hissəsini təqdim etdim. Aktyorun son filmini isə mütləq qeyd etməliyəm. Belə ki, onun sonuncu çəkildiyi film Fəryad filmidir. Burada balaca İsmail böyüyüb və artıq əsl Azərbaycan əskəri olub. O batalyon komandiri idi, lakin ermənilərə əsir düşür və sonda xilas olur. Çox təəssüf ki, özü bu kinonu görə bilmədi. Çünki film bitər-bitməz dünyasını dəyişmişdi. Amma Ceyhun Mirzəyev və onun kimi digər sənətkarlar daim yaşayır və xatırlanır. Çox sağ ol Irina Aliyə Sujata görə. Mən də oradan çox təsirləndim. Yaddaşlardan heç silinməyəcək obrazlar yaratmışdı. İstərdim ötkəlməm sizin fikirlərinizi alaq. Mənim fikrim, Ceyhun Allah Taala'nın Azərbaycan xalqına göndərdiyi bir hədiyyə idi, bir ərməğan idi. Ceyhunun istedadı hələ uşaq gənclərin, gənc yaşlarından görünür ki, civə kimi qaynayırdı, şəlala kimi aşıb daşırdı. Çox istedadlı insanlar. Amma çox təəssüflər olsun ki, tez dünyasını dəyişdi. Amma Ceyhun kimi, yəni Ceyhunun əvəz eləyən yoxdur. Ceyhun öz sözünü dedi, öz yerində göstərdi, boşluğu görünür. Amma Ceyhunun başqa da Azərbaycan xalqını, mən bu sözü demək istəyirəm, Allah Taala hamısını istedadlı yaradıb. Hamısını, bütün xalqımızı. Və təbii ki, Ceyhun yox, amma Ceyhun səviyyədə onun qədər istedadlı uşaqlarımız da var, gənclərimiz də var. Bəs o istedadlı gənclərin əksəriyyəti nə qədər təşkil edir? Yəni ki, çünki indi seriallar çəkilir, filmlər çəkilir. İnsan baxanda onların rollarına biraz sünilik, yəqin ki, siz də istəyirləmsiniz ki, süni rollar oynanılır, pafslı danışırlar və s. Amma o nədən irəli gəlir? Mən bayaqki sözümü təkrar edirəm. Bütün gənclərimiz istedadlıdırlar. Sadəcə olaraq bu istedadı düzgün istiqamətləndirmək, cilalamaq lazımdır. Və məktəb, sənət məktəbi mütləq keçmək lazımdır. Hər hansı bir serialda, yaxud da verilişdə aparmaq üçün, yəni aktyor sənəti məktəbi, səhnə danışığı məktəbi keçmək lazımdır. O zaman niyə? Çünki biz xalqın gözündə incə sənəti təmsil edirik və xalq da bizdən baxıb öyrənməlidir. Elə məktəbdən söz düşmüşkən eşitdiyimizə görə Ötkəm müəllim gənclərlə, tələbələrlə ən yaxşı dil tapan müəllimlərdən biridir. Bu nədən irəli gəlir ümumiyyətlə? Mən öz gəncliyimi xatırlayıram, çünki mən də cavan olmuşam, mən də oxumuşam. Mən də olub dərsə getməmişəm, yəni başqa filmə getmişəm baxmağa və özümü onun yerinə qoyub onun dilində danışmaq bacarıram. Onun problemlərini qulaq asıb, onu dinləməyə bacarıram və təbii ki, ona kömək eləmək məqsədi ilə dil tapa bilirəm. Bəs nəvələriniz var Ötkəm müəllim? Yox. Yoxdur. Uşaqlarınız amma var. Uşaqlarım var. Bəs uşaqlarınızı da bu sənətə yönəltmisiniz, yoxsa onlar tamam ayrı bir sənətlə məşğuldurlar? Mənim qızım Fidan İncəsənət Universitetinin kino rejissorluq ixtisasında 3-cü kursda oxuyur. Çox gözəl. O da Magidə əsl. Sizin gəncliyinizlə bizim gəncliyimiz arasında nə fərqlər görürsünüz? Sadəcə olaraq texnika çox inkişaf edir də sizdə. Bizim vaxtımızda məsələn telefon da, mən uşaq vaxtı olanda televiziya təzə yaranmışdı. Amma indi artıq əlaqə saxlamaq üçün mobil telefon var. Dünya texnika sürətli dünyadır. Ona görə
Və pis cəhət deməzdim, yəni fərqli cəhətdə, o xoşa gəlməz cəhətdir ki, məsələn, bizdə internet yox idi, biz kitabları götürüb oxuyurduq. İndi isə sadəcə olaraq internetdə informasiya alır tələbə və salam onunla da kifayətlənir. Mən belə düşünürəm. Bəli. Bəs Ötkəm müəllim, son olaraq gənclərimizə nə demək istəyirsiniz ki, onlara sizdən bir həyat eşqi gəlsin, onlara necə də stimul verəsiniz? Gənclərə onu deyə bilərdim ki, əzizlərim, siz Azərbaycanın gələcəyisiz, Azərbaycanın ümidi sizədir və bu vətənə, bu Azərbaycana layiqli evlad olmaq üçün əlinizdən gələni əsirgəməyin. Çünki sizdən sonra da sizdən törənən gənclər, uşaqlar, gələcəklər Azərbaycanımızı yaşadacaqlar. Bizim Azərbaycanımız gözəl yaşamağa layiqdir. Çox şad olduq Ötkəm müəllim. Sizdən müsbət enerji aldıq. Həmişə belə gənc ruhlu qalın, gənclərə yaxın qalın. Sizin kimi müəllimlərimiz, böyüklərimiz nə qədər çox olsa, məncə o qədər yaxşı olur. Çox sağ olun doğrudan. Təşəkkürlər. Mən də sizə, sizin proqrama uğurlar arzu edirəm. Çox sağ olun. Ən baxımlı veriliş olsun. Amin. Təşəkkür ederim. Çox sağ olun. Sağ olun. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə liderliyin inkişafı və idarəetmə sahəsində bacarıqların artırılması üzrə təlim keçirildi. MAQ-lar hal-hazırda gördüyünüz kimi təlim prosesi gedir. Mən isə yüksək tonla danışıb onlara mane olmaq istəmirəm, amma təlim barəsində bütün məlumatları sizə çatdıracağam. Xatırladım ki, bax həmin bu təlim prosesini yerli ekspert Eldar Aslanov keçirir. Təlimin məqsədi layihəyə seçilmiş gənclərin liderlik və idarəetmə bacarıqlarının artırılmasıdır. Tədbirdə müxtəlif universitetlərdən seçilən gənclər iştirak edirdilər. Bu cür təlimləri çox müsbət dəyərləndirirəm. Ümumiyyətlə düşünürəm ki, bu gün bizə liderliyin inkişafı, uğurlu lider necə olmalıdır mövzusunda verilən biliklər indi və gələcəkdə idarə edəcəyimiz layihələrdə öz töhfəsini verəcək. Mən düşünürəm ki, burada bizim keçdiklərimiz uğurlu liderin necə formalaşması, onun bacarıqlarının inkişafı bu sahədə bizim biliklərimizi artıracaq. Tədbirin təlimçisi Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov idi. O, MAQ xüsusi müsahibəsində təlim haqqında məlumat verdi. Bugünkü təlimimizi liderliyin fərqli növlərini, idarəetmənin fərqli tərzlərini, hansı ki, biz ölkəmizdə bu tip idarəetmənin geniş yayılmağını istəyirik. Gənclərimizin timsalında da çox böyük ümidlərimiz var ki, o gənclər gələcəkdə həm dövlət idarəçiliyində, həm özəl şirkətlərdə işləyərkən həmən bu idarəetmə tiplərini tətbiq edəcəklər. Layihə Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir, gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir. Hal-hazırda isə bir sujetimiz var, hansı ki, məşhur, yəni ki, xarici məşhurların uşaqlığı haqqında, onların kasıbçılıq içində, rüsvayçılıq içində keçən uşaqlıqlarından danışacaq. Onlar da nə vaxtda bizim kimi kasıb uşaqlar edilər, amma böyüdülər və məşhur adamlar oldular. Bəlkə də biz də elə olduq. Belə qəmgin notlarla mən sujeti keçmək istəmədim. Uşaqlar bütün dinamikanı öldürdüsə, gəlin Leylanın sujetinə baxaq. Baxaq, məşhurların uşaqları. Gənclər, yəqin ki, hər birinizin hələ lap kiçik yaşlarınızdan dəfələrlə izlədiyiniz uşaq filmləri olub. Bəlkə də onların yerində belə olmaq istəmisiniz. Diqqətli olun, indi sizə uşaqlıqda maraqla izlədiyiniz uşaq kino aktyorların böyüyəndən sonra nə hala düşdüklərini göstərəcəm. Məsələn, elə başlayaq 90-cı illərin ən məşhur uşağından, Macaulay Culkin. Evdə tək 1 və 2 filmlərinin baş rol ifaçısı. Filmdə necə də gözəl, məsum və şirin görünür. Elə deyil? İndi isə hazırlaşın. Bəli, bu odur. Səhv etmədiniz. Görünür, narkotikdən istifadə Macaulaya düşmür. Elə bu vərdişi sayəsində də o özünü böyüdükdən sonra bir aktyor kimi təsdiq edə bilmədi. Bu gözəl çilli qızcığaz isə hazırda dünya paparazisinin obyektivlərindən düşməyən Lindsay Lohan'dır. Uşaqlıqdan bəri filmlərə çəkilən Lindsay böyüyəndə də aktrisa karyerasını davam etdirdi. Amma heyf ki, uşaqlıqda göründüyü qədər məsum qalmayıb. Lindsay dəfələrlə oğurluq, yol hərəkəti qaydalarını pozma, narkotikdən qanunsuz istifadə etməsinə görə həbs cəzası alıb.
Bəs Harry Potter filminin kiçik sehrbaz aktyorlarının bu dərəcədə dəyişilməsinə inanardınız? Bu isə Stuart Little filminin balaca ulduzu Jonathan Lipnickidir. Heç düşünərdiniz ki, bu balaca böyüyəndə yaraşıqlı oğlan olacaq? Bugün sevimli qəhrəmanlarımızın müasir dövrdə necə olduqlarını sizə çatdırdım. Bizlə bərabər təbii ki, onlar da böyüdülər və dəyişdilər. Atalar yaxşı deyil. Kimin əvvəli, kimin axırı. Leylanın sujetına baxdıq. Mən onu demək istəyirəm ki, gün gələcək bizim də uşağımızdan sujet hazırlayacaqlar. Nəysə, mən göydən enim studiyamıza. Əsas odur ki, üz üstə dəyməyəsən. Amma ki, hal-hazırda qonağımız var növbədə. O içəri girəndə mən fikir verdim, onun simasında hələ də məsumluq və uşaqlığı əks olunmuşdu. Amma ki, uşaqlığını necə keçirdib, nələr gəlib başına, bunu məhz özündən öyrənəcəyik. Onu öyrənmək üçün onu qarşılamalıyıq. Qarşılamaq üçünsə təqdim olmalıdır. Bu prosesdə Parizə düşür. Bəli, bu proses mənə düşür. Ona görə də gəlin qarşılayaq gənc və gözəl ifaçı Nigar. Buyur Nigar. Xoş gəlmisən Nigar, necəsən? Çox sağ olun, siz necəsiniz? Mən studiyada daha bir buruq saçı görmək mənə çox xoş oldu, düzü. Səni yaxından tanıyaq, gənc olaraq nə edirsən, harda təhsil alsan və musiqiyə necə gəlmisən? Hal-hazırda 3-cü kursda konservatoriyada oxuyuram. Musiqiyə isə uşaqlıqdan həvəsim var. Yəni mamam həmişə öz fəaliyyət dərnəklərinə qoymuşdu bizi həm rəqs, həm mahnı oxumaq. Mənim daha çox mahnı oxumaq xoşuma gəlir. Sən hansı janrda oxursan daha çox? Yəqin ki pop, amma klassikdə, yəni konservatoriyada klassik, amma ürəyim daha çox popa yaxındır. Belə görünür ki, incə sənətin incə nümayəndəsən Nigar. Amma ki sən həm də bir çox müsabiqələrdə də iştirakların olub. Orada yəni qalibliyinlə və s. bir neçə yerlərə çıxmısan, hətta Eurovision yarışmasına da seçim turlarına qatılmısan. Bəli, bu haqqda danış, necə hisslər edin, niyə qatıldın, səbəb nə idi, məqsəd nə idi və s. Düzün desəm, beynəlxalq bir proyektdə, layihədə iştirak oldum. Məni o proyektdə podruqam gətirmişdi. Yəni heç bir fikrim yox idi ora gəlməyimə. Yəni təsadüfən oldu. Və orada ikinci yerə çıxdın. Bəli. Deyəsən sənin rəfiqən hər yerə, yəni səni apara-apara artıq dünya səviyyəsini yüksəldəcək. Deyirəm, hər adamda belə rəfiq olsun, gərək. Sənin idolun kimdir bu sahədə? Christina Aguilera. Sən o yarışmada da mən izləmişdim və onun səs tembrini uyğunlaşdırmağa çalışırlar və səndə orada bir həmçə səhv düşürlər ki, akademik səs tembrin var və səni uyğunlaşdırmaq. Bəs necə gedir bu işlər? Yəni səsini düzəldə bilirsən popa uyğunlaşdırmağa? Deməzdim uyğunlaşdırmaq. Yəni vokal ancaq mənfi cəhətindir. Yəni burada böyük bir problem yoxdur. İstəsəm, yəni onu aradan qaldıra bilərəm. Təbii ki. Nigar, hal-hazırda yarışmalar demək olar ki, hələ heç birində səni görmürük. Haradasa bir pauza vermirsən, öz üstündə işləyirsən. Bəs orada qalan o boş vaxtlarında nələrdən məşğul olursan dərsdən sonra? Dərsdən sonra vaxtım olmur. Bəli, çünki imtahanlarım qalmışdı. Biz sessiyadan getmişdik. Sessiyadan götürmüşdülər bizi. Ona görə indi sessiyanı birbaşa çatdırıram. Sonra dərslərim, yəni hələ ki, heç bir əylənməyə vaxt yoxdur. Bəs bu klassik musiqi daha məncə belə sambalı bir janr sayılır da. Niyə o janrı qoyub məhz popu seçirsən? Daha böyük kütləyə işləmək üçün? Sadəcə özümü sınamaq istədim. Belə bir şans açdıqda, yəni qarşımda niyə də istifadə eləməyim. Bəs bizim üçün bu günlər hansı mahnını ifa eləyəcəksən? Xatirələr. Xatirələr demişkən, mövzumuz elə uşaqlığımızdır. Sən uşaqlığa necə keçib? Nə maraqlı hadisə olub, bizə danış. Necə uşaq olmusan yəni uşaqlıqda? O, çox dəcəl uşaq. Öz bacın qardaşın var sənin? Var, kiçik qardaşım. Onlarla necə sənin aranda fərq olublar heç valideynlərin? Mənim əmim uşaqlarımda, yəni bir evdə böyümüşük, çox belə dəcəl olmuşuq, dördümüz qoşulurdu bir-birimizə. Bəs nə maraqlı hadisə olub ki, indiyə qədər xatırlayıb gülürsən? Hər dəfə məsələn qohumlar yığılışanda onu danışıb gülür.
Mən yox, daha çox valideynlərim. Yadıma salırlar ki, uşaqlıqda 3 yaşım olanda evdə oturmağı xoşlamırdım. Özüm darvazanı açırdım, gedirdim gəzməyə. Cəmaət məni axtarırdı. Qəşəng xəyali ilə gizlan paşa oynayanda gedib şüşələrin arasına girmişdi, təmir gedən biri. Hə, dizi çox pis zədələnmişdi. Yəni 2 hissədən ayrılmışdı. Xəstəxanaya. Hətta ondan biraz xatirələr danışım, mənim də yadıma düşdü. Elə mahnımızda xatirələr olacaq yerə gəlmişkən. Ayağımda inəyən kimi o izi qalıb ay para şəklində, belə ayda elə bir qıraqlarında tikişlərinizdə ulduzlar kimi. Daha çox tatlıya da oxşur. Mən uşaqlıqda bütün uşaqlar məncə başına gəlir və onların psixologiyasına ən pis təsir edən hadisələrdən biri də budur ki, uşaqlar oyun oynayan zaman küçədə dostları ilə birlikdə oyunun ən maraqlı yerində mamalar çıxır. Gəl yevə yemək ye. Bu cür gözəl xatirələrdən sonra mənə elə gəlir ki, Nigarın manzı çox yerinə düşəcək. Amma ki, efir vaxtımız sona çatır, həmin o musiqi sədaları altında sonlanacaq. Bizə müraciət eləməyə davam edirsiniz. Bu pozitiv anların sədasında biz sizinlə sağollaşırıq. Növbəti görüşlərdə görüşənədək. Siz də bizi xatirələrinizə saxlamırsınız, çünki hər gün bizi izləməyi unutmursunuz. Bugün isə bu qədər. Hələlik. Ağılsız insan güclü yüzələr, sərin külək xəzərdən əsər.